Məhşər günündə, qiyamət günündə bildiyiniz kimi Qurani Kərimdə və bir çox rivayətlərdə qiyamət gününün, xüsusən də məhşər səhrasının nə qədər vahiməli, nə qədər tük üfərdici, nə qədər əzəmətli olduğuna işarə olunur. Bu danılmaz bir faktdır. Rivayətlərdə, həm mütəbər rivayətlərdə, həm də Qurani Kərimdə həmin o günü baş verəcəklər barədə onlara işarə olunub. İnsan həqiqətən də oxuduqda çox dəhşətə gəlir. Diqqət edin, elə bir məhşər günü, elə bir hadisələr baş verəcək ki, buyururlar ki, insanlar öz qəbirlərindən çıxıb həmin o səhraya bir-birlərinin çiynində gedəcəklər. Yasin surəsində də buna işarə olunur. Buyurur ki, və nufixə fissuri fə idəhum minəl əcdəthi ilə rabbihim yənsilun. Qiyamət günü baş verdikdə onlar öz qəbirlərindən çıxıb məhşər səhrasına doğru, öz Rəblərinə doğru tələsəcəklər. Bildiyiniz kimi bizim 2 dəfə surumuz üflənəcək Cənab-ı İsrafil tərəfindən. Bir dəfə buyurur ki, üfləndikdə bütün insanlar, bütün canlı varlıq ölümü dadacaq. İkinci dəfə sur üfləndikdə insanlar qəbirlərindən ayılıb məhşər səhrasına doğru gedəcəklər. O qədər dəhşətli olacaq. Buyurur ki, insanlar bir-birlərinin çiynində hərəkət edəcəklər. Həqiqətən də mən bu səhnəni təsəvvür edə bilmirdim. Ki, insanlar necə ola bilər ki, bir-birlərinin çiynində getsinlər. Baxın, mən onu İmam Hüseyin əleyhissalamın ərbəyinində hiss elədim. O ki, İmam Hüseyin əleyhissalamın zirəhinə yaxınlaşdıqca insanların izdihamı ki var, insanlar izdihamlı olduqca görürsünüz, insanın ayaqları yerdən kəsilir. Barmaqların ucunda gedirsən, diqqət edirsiniz. Biz onun qat-qatını qiyamət günündə isə bütün canlılar Adəm əleyhissalamdan ta qiyamətə qədər hamısı diriləcək, hamısı məhşər səhrasına gedəcək. Siz təsəvvür edin, oradakı izdiham nə şəkildə olacaq. Buyururlar ki, həmin o izdihamda Həzrət-i Zəhra salamullahi əleyhanın məhşərə gələcək şəkli fərqli olacaq insanlardan.